Necədir Yaşarım? Biri sənsən, biri də o. Kim çəkib bu şəkili? Nə dəxli var kim çəkir? Əsas odur sən varsan. Burada gel. Ne de bu? Ne demeksin sen? Mən heç nə demək istəmirəm ki. Nə deyir elə şəkil deyir də. Amma belə istəyirsən başa salım. İzah eləyim sən. Ne izah eləyəcəksən ha? Şəkildir də, adi şəkildir. Tural bir qələt eləmişdi. Mən də getdim ki, uşaq narahat olmasın. Özümlə nə hoqqa çıxarmışsınız? Sən indi deyirsən ki, o qız sən saxladığın qız deyil, hə? Lan sən öl. Vurub səni bunlar eləyərəm ha gədə. Ağlına gələni bilib bilmədiyini danışma. O qız Turalın sevgilisi də Yaxşı da açılar. Yaşarım da, yaxşı da mənim ağzımı niyə açdırsan? Mən uşaqsadan, mən bilmirəm o qız kimdir, sən kimsə. Sən bu sözlərlə gedib Almaz xalanı aldada bilərsən. Elə o günləri o qız bizim evə sənə görə gəlmişdi. Atabala elə hoqqa verdiniz ki, hamının başı qarışdı, heç kim heç nəyə fikir vermədi. Amma mənim gözümdən heç nə yayınmaz. Mən hər şeyi çox yaxşı bilirəm. Sən qələt eləyirsən, başından yeşə danışırsan. Yenə keçdi nə təhqirəyi? Nə də? İndi gəlib bu şəkili mən göstərməklə nə demək istəyirsən məsələn? Nə demək istəyirsən sən? Ha? Sən nə bilirsən ki, nə iş baş verir? İndi gəlib bu şəkillə məni təhdid eləyirsən? Yaşaram, mən səni niyə təhdid eləyim? Mənim üçün güya fərqi var ki, sən istəyirsən get 5 ilə, 10 ilə yap. Mənə nə dəxli var ki? Ha. Mən nəysə də inandırmağa nə halım var, nə də həvəsim. Onsuz da ailədən də, şirkətdən də qovacam səni. Bir dərin bura dəyməyəcək. Ay küçük. Nə olar? Düz deyirsən, sən mən niyə nəsə izah eləyəsən ki? Sən gedib Almaz xalaya izah eləyərsən. Demirsən, ailədən qovuram səni. Sən məni qovursansa, mən bu sirri niyə saxlayayım? Qoy gedim hamıya deyim, ondan sonra görüm sənin ailəndən əsər aləmət qalacaq. Sən mənə şantaj edirsən ha? Ay Yaşaram, sən nə danışırsan? Mən niyə belə bir şey eləyim? Axı, sən məndən elə şey gözləyirsən? İllərlə mən səni çörəyi yeyirəm, Yaşaram. Mən sənə qulluq eləyirəm. Bu şirkətdə görmədiyim iş qalmıyor. Amma həmişə siz məni təhqir eləyirsiniz, əzirsiniz. Mən məcbur eləyirsən ki, gedib nəsə eləyəm. Aləmi qorumaq istəyirəm, də mən? Sən də deyirsən, heç nə yoxdur. Yoxdur. Aparın verim sizdə evdəkilərə, ondan sonra baxaq görək, o şəkildə nəsə var, yoxsa yox. Benim güzel kızım. Yaxşı. Sakit ol. Qəşəng qızım. Yaxşı. Mənə baxıyorum. Kızım sen niye böyle eləyirsən ha? Niye böyle özüne zülm eləyirsən? Mama, Hı. Kamran'ı kovdu papa. Niyəcəm onsuz ha? Onsuz da uşağım olmur diye. Mən səbət ben boşayıp ki başkasını evlensem ben niyəcəm ha? Kızım bu dəqiqə ilə küçədə qızlar düzülüblər də Kamran üçün. Narahat olma. O Kamran səni boşamayacaq. Sen de biraz düz indi. Atan hirsi soysun da. Biraz gözlə. Yok, Kamran bir tane seferdir evden kovullar.
Tural o boyda şeydi. Niye hiç kim buna heç nə demir? Gözəl qızım. Kamranın səhvi 1-dir, 2-dir, 5-dir. Hə? Bir də sən niyə qarışıq salasan axı? Tural oğuldur, amma Kamran kürəkən. Nə fərqi var? Mən də qızıyam da. Papa niyə məni fikirləşmir? Niyə mən bədbəxt olmağımı istəyir? Biz mən yazıq deyiləm. Gömə onun vecinəyəm axı. Hamı özünü fikirləşir. Kimin nə vecinədir, sevil nətərdir, necədir, nə istəyir, necə olub. Bir dənə varsa yoxsa oğulları. Kaş mən də oğlan olardım. Yaxşı. Peki onda Bəsdir. bir nəfər məni çox Qızım, istəyərdi. deyirəm, bəsdir. Boş-boş danışma. O Kamran bu evdə sənə görə qovulub. Deməli, atan səni də çox istəyir. İstəmirəm də belə çox istəməyini heç kimi istəmirəm. Kamranımı versin də mən yaşaya bilmirəm, onsuz yaşaya bilmirəm. Mən atamla danışacağım. Deyəcəm Kamranı qaytarmasa özümü öldürəcəm. Yaxşı görüm. Görəcəksiniz. Atanla danışacağam, nə dayı qız? Hə? Gedib atanın qarşısına dayanıb nə deyəcəksən? Deyəcəksən ki, mən ərsiz dözmürəm, ərimi qaytar. Ayıbdır axı. Abır var, həya var. Sənə deyirəm ki, qoy biraz atanın hirsi soysun, mən özüm danışacağam ona. Estağfurullah, nə işə düşmüşəm mən. Görərsiniz indi. Öldürəcəm özümü deyə. Bura bax, ay qız. Özünü ağıllı qadın kimi apar. Özümü öldürəcəm. O keçmişdə qaldı, bir söz olan kimi o dəqiqə hədə qorxu gəlirdin, özümü öldürəcəm. Uşaq deyirsən ki sən. Atan neyinir, düz eləyir. Hamımızdan yaxşı bilir. Biraz gözlə ara soysun. Sən niyə məni danlayırsan, Elə nə olur hamı gərək səmin tökür mənim üstümə. Yaxşı görüm, yaxşı. Yaxşı, bəsdir. Ağlama. Dedim ki danışacağam, deməli danışacağım da. Biraz səbr elə. Bugün danışarsan ha? Bugün danış kurban ol. Bugün danış ne olur? Ne olur bugün danışmama ne olur? Kurban olum ne olur? Lənət sənə kör şeytan. Dedim ki, 1-2 gün gözlə. Ara sakitləşsin. Atanın da hirsi soysun. Danışacağım. Biraz döz də qızım, döz. Geç ot görüm. Ne eləmək istəyirsən? Yaşaram, vallahi bayaqdan dediklərimin hamısını elə əsəb oldum ona görə. Siz hücum elədiniz üstümə, mən də müdafiə olmurdum da. Ona görə elə sözlər dedim. Yoxsa mən sizi çox istəyirəm axı, bilirsiniz özünüz. Heç vaxt sizə pislik eləmərəm. Amma dünən də Sevilin yanında məni təhqir eləyib qovdunuz. O da mən görə bu ailəyə nə vaxt pislik eləmişəm ki? Eləməmişəm, heç vaxt da eləmərəm. Niyə? Çünki mən sizi özümə ata bilirəm. Amma siz məni oğul kimi qəbul eləmirsiniz. Tahir 15 yaş balaca deyə məndən. O belə hörmət eləmir onu. Hörməti qazanmaq lazımdır. Ay yaşıram, mən imkan verirsiniz ki, mən hörmət qazanım. Deyir, Tural gedir, gəlir, düşür üstümə. Sevili yandı, təhqir eləyir məni, ağzına gələni deyir. Mən də neyniyim? Dözə bilmədim də. Hansı kişi dözər, arvadın yanında onu təhqir eləsələr. Getdim ona görə elə çıxdım heyfim. Turalın da bəzi səhv hərəkətlər olur. Amma sənin elədiyin, bax indi elədiyin. Qələt elədim, yaşadım. Yəni, hirslənmişdim də. Vallahi mənim pis niyyətim yoxdur ki, elə istəyirəm ki, ailənin içində olmaq istəyirəm də, istəyirəm həmişə sizin yanında ol.
Mənim nəyim var, sizsiz. Sizdən başqa mənim heç kimim yoxdur. Yaxşı. Mən səni evə qaytaracağam. Amma bir də belə hərəkətlər görməyim ha. Eşidirsən məni? Başda yaşaram. Əgər ailədən biri olmaq istəyirsənsə də özünü ailənin bir nümayəndəsi kimi apar. Başda yaşaram. Turalanda işin olmasın, mən özüm ondan danışaram. Başda yaşaram. Gözüm üstə. İkiniz də oturun sakitcə yerinizdə. Oldu. Oldu yaşaram. Sən nə desən oldu. O ki qaldı o şəkilə var, səndəki şəkilə. Hə. Onu mənim adi şəkildir də mənim nə yazırsan üstümə? İndi uşaqdır da, qorxu. Mən də getmişdi bir ağsaqqal kimi ürək-dirək vermək. Hə, nə olar ki? Düz deyirsiniz yaşaram. Düzdür. Gedib ürək-dirək vermiş. Sizə kim nə deyə bilər ki? Bir də o yaşaram. O vaxtlar yadınızdadır, o restoran söhbət eləmişdiniz. Dediniz təzə təmirdən çıxsın. O təzə şöbəmiz var idi o. Ondan sonra dediniz şey eləyərik də, indi təmirdən sonra söhbət eləyərik. Şəkillə restoranı barter eləmək istəyirsən? Ay yox, ay yaşaram. Qələt eləyərəm mən elə. Yaxşı görüm. Xeyr ola o indi restoran söhbətini açırsan. Məqsədin nədir? İndi deyirəm, inanasınız da mən yaşaram. Nə olar ki, mən də bu ailənin bir üzvü. Nə çox şey istəmirəm ki, istəyirəm heç olmasa bir dəfə mənə inanasınız. Yaxşı, yaxşı, onu danışarıq. Mən gedim yaşaram. O səndəki o şəkil var, şəkil. Hə? Səndəki şəkili deyirəm. O sən haradan? Onu kim göndərirsə? O şey də öyle bir Anası. anası anası. Hə, anası deyirəm. Sənin onun anasından nə əlaqən? Hardan tanıyırsan? Anasını hardan tanıyıram? Anasını Almaz xala ki tapşırıq verməmişdi, mən gedim. Yaxşı. Sən o ailə ilə əlaqəni kəs. Başa düşdün mü? Baş üstə. Bax, bir də eşitməyəm bu söhbət. Oldu yaşaram. Siz nə deyirsiniz odur? Sağ olun yaşaram. Hər şey belə çox sağ olun. Sağ olun. Qurban olaram sizə. Hələlik yaşaram. Mama mən getdim. Hara gedirsən? İşə. Bəs xəstəxanaya getmirsən? Yox, nəyə gələm, xala ordadır da. Dayan, mənim səninlə söhbətim var. Nə söhbəti? Gəl otur. Otur ana bala kimi söhbət eləyək. Gəl. Mama işə gecikirəm, nə söhbəti? Tural. Bura gəl. Of. Yorursan məni. Amma arabada söhbətin get Tahir neylə də. Mən ciddiyəm. Buyur, eşidirəm. Bu qız məsələsi necə olacaq? Narahat olma, həll eləyəcəm. Necə həll eləyəcəksən? Bilirəm də necə həll eləyirsən. Bəsdir də, sənə də mövzu çıxdı başı qatmağa. Dedim özüm həll eləyəcəm də, sən qarışma da. Necə qarışmayım oğlum? Hə? Qarışmaya bilərəm. Bu bizim ailənin məsələsidir. Ailə məsələsi zətdir. Narahat olma, yenə deyirəm, özüm həll eləyəcəm. Tural, mənə hər dəfə eyni şeyləri dedirtmə. Eyni şeydə özün deyirsən hər dəfə. Bəs neyniyim? Mən də axtarıram, fikirləşirəm ki, görüm nə çıxış yolu tapıram. Olar fikirləşməyəsən sən, hə? Olar sən qarışmayasan bu mövzuya. Mən problemim deyil, mən özüm həll eləyəcəm də məsələn. Amma mən başqa şey fikirləşirəm. Of. Nə fikirləşmirsən, hə?
Fikirləşirəm ki, o qız gəlib burada yaşamalıdır. Vəssalam. Nədir? Yaxşısan sən? Məzələnsən məndən. Qız burada yaşayacaq nə? Təzə çıxdı bu. Oğlum, sən başa düşmürsən doğrudan ha? Heç olmasa o uşağı dünyaya gətirənə qədər gəlib burada yaşasın da. Ay nə ehtiyac var elə şeyə? Bu nə cəmaata niyə şou göstəririk biz? Hə? Narahat olma da mən özüm baxacağam o uşağa. Yaxşı? Kral baxacam nədir? Hə? Sən birazdan evlənəcəksən, nə danışırsan sən? Mən səni başa düşə bilmirəm. Gah deyirsən evlənəcəksən, gah da deyirsən ki, o qız gəlsin bu evə. Bu nətər olacaq bu proses? Mən demirəm ki, o qızı arvad kimi al gətir bu evə. Deyirəm, yəni heç olmasa indi də uşaq doğulana qədər. Sonra istəsə çıxıb gedər. Of. Yox. Olar, sən ümumiyyətlə qarışmayasan bu mövzuya, fikir bildirməyəsən, hə? Mənim problemim deyil, mən özüm həll eləyəcəm də məsələmi. Yaxşı, mən uşağıma da baxacam, o qıza da baxacam. Nə bilim, mən belə fikirləşmişdim. Lazım deyil. Anam, sən heç nə fikirləşmə. Get, qəşəng güllərimi sula, həm işlə məşğul ol. Ev işi, bu boyda evin var qəşəng. Otur seriallara bax. Nə deyir, nə istəyirsən sən məndən? Hə? Yaxşı ürəyim, öpürəm səni. Bir sözün yoxsa mən çıxım gedim. Yox oğlum, sözüm yoxdur. Onsuz da mən də çıxıb gedirəm. Hara yersən? Xəstəxanaya. Niyə haransı ağrıyır? Yox, özümə görə yox ki. Qıza baş çəkməyə gedirəm də. Nə məcburdur? Həkimsən sən, niyə girsən ki sən? Öz başına buraxmaq olar? Olmaz. Aynen. Ona görə də gedəcəm birazdan. Lazımdır da. Xala ordadır da, qurban olum da. Yox, gedəcəm. Sən bu inadın öldürür bizi. Yaxşıya gedə mən səni apararam. Bəs sən işə tələsirdin axı. Ev yox, ev yox. Əsas sənin işin getsin. Bir dənə sənin işi həll eləyəsən, rahatlayasan. Sonra ev yox, mən işə gedərəm. Çox sağ ol oğlum. Dəymə. 5 dəqiqə gözlə, əynimi dəyişim. Yaxşı? Buyur, buyur. Çox sağ ol. Biz- Bu dəqiqə gəlirəm. Kimi ki burada? Boynun ağrımır. Yaxşı. Sen değişin biraz. Yaxşı. Narahat değilsen. Salam. Necəsiz? Yaxşıyıq, sağ olun. Necəsin Könül? Yaxşıdır. Yaxşıyam, sağ ol. Bir şikayətin yoxdur ki? Yox, yoxdur, amma uzanmaqdan yoruldum. Evə nə vaxt gedə bilərəm? Əslinə qalanda mən özüm dedim ki, 1-2 gündə qal. Dincəlib sonra gedərsin. Amma evə getsəm yaxşı olar. Evə getmək istəyirəm. Olar, həkim gəlsin danışaq, sonra çıxardarıq səni. Sağ ol. Sağ ol. Pərvanə olub. Amma Nə düz yerim də? Hüsnü. Necə oldu? Gördüyün kimi. Kakaşım, Necə? ne olur. Papayla danış. Kamran eve getirsin de. Nə? Mamaya dedim. Dedi 2-3 günü de aşarım. Neyse, elə deyirsən ki, belə bil mənim sözümə hörmət edən var bu evdə. Niye eləmirləri? Ne olur, hiç şey deyirəm də mənim xətrimə. Ne olur. Yaxşıdan sənə. İyi danış da. Yaxşı da nə olur?
Ben Kamransız qala bilmirəm. Sevil. Mən sizin ailə məsələlərinizə heç vaxt qarışmamışam. Amma o adama görə özünü heyf edirsən. Mən o Kamranı çox sevirəm. Qala bilmirəm onsuz, qala bilmirəm. Sen özün qala bilərsən sevdiğin adamsınız. Elə bil ki, mənim sevdiyim adamdan uzaq qalma səbəbim sənlərindir. Değil. Turallıqdır valla. Kamran hiçbir şey eləməyib. Kamran'da heç nə yoxdur. Valla qurban olum. Xahiş edirəm. Qaqaşım ne olur. Yalvarırım sənə ne olur. Ne olur ne olur ne olur. Ne olur ne olur ne olur. Yaxşı, yaxşı. Yaxşı. Gedib danışarım, narahat olma. Tanışırsan. Sakitləş. Sakitləş. Buyur. Totuş, ne acaba yatmamısan sen? Ne bileyim, yuxum yox idi. Yata bilmədim. Həm də sənə görə narahat idim dedim birdən də nəsə olar. Sen bana göre narahat olma. Her şeyi həll eləmişəm. Yağ kimi, bal kimi gedir her şey. Akşam qayıdıram evə. Nə gözəl xəbər oldu bu. Ürəyimə lap yağ kimi yayıldı. Yaxşı da Totuş da belə lazımdır da. Mənə ama lazım deyil. Mənə sən lazımsan, başqa da heç nə. Özü elə aparırsan ki, elə bil onlar olmazsa acından öləcəksən. Hə, öləcəm. Bəs bizim üçün çalışıram da. Bak getdim danışdım kişi ilə. Razılaşdı o restoranın təzə filialını mənə verir. Mən işlədəcəm. Nə gözəl xəbər oldu. Demək istəyirsən ki, elə bundan sonra o ailəyə daha da çox bağlanacaqsın. Yenə başladı o ailə. Elə bir ki, mənə o ailə lazımdır. Ha? Sevil başda olmaqdan o ailədən mənə heç kim lazım deyil. Hamısı rədd olsunlar, çıxsınlar, geçsinlər həyatımdan. Körpün keçənə kimi ayıya dayı deyirəm də mən. Məcburam, bilmirsən, ha? Bizim üçün eləyirəm də, ikimiz üçün. İstəyirəm hər şey yaxşı olsun, bir yerdə olaq, gələcək üçün bir planlarım var da mənim. Plandır bunun hamısı. Güya sən bilmirsən bunları. Sonra hər şey qutaracaq, başlayacaq Kamran günləri. Kim elədi bunu? Totuş elədi. Totuş elədi. Arvadın da sevinər. Yenə arvadımın adını çəkmədə. Qadma sazım bütün əsəblərim pozulur. Allah'ın olsun. Yaxşı da əsəbləşmə. Yaxşı da Kamran əsəbləşmə. Davlenim qalxdı. Kamran, əsəbləşmə, yaxşı. Yaxşı da yadımdan çıxartdım. Ac deyilsən, kimi yeyirsən? Yo, mən təcil qayıdım işə, gözlərin qabağında olum. Elə gəldim bu xəbəri sənə deyim, sən də biləsən. Elə bunu deməyə. Ya bundan yaxşı xəbər var. Həyatımızı xilas eləmsən, nə sən bizi? İkimizin gələcəyimizi xilas eləmsən. Yaxşı. Vaxt tapan kimi qaçıram yanıma, yaxşı? Davay. Zəng eləyərsən ha. Durma kızım, durma. Siz neymişsiniz burada? Yine mən təkrar eləməyə gəlmişsiniz. Xahiş edirəm, çıxın gedin, mənim halım yoxdur. Yox qızım, o nə deməkdir? Əksinə mən səninlə danışmaq istəyirəm. Üzrxahlıq eləmək istəyirəm. Hər şeyi öyrənmişəm. Tural dedi mənə hər şeyi. Ne dedi ki Turas? Boynunu aldı ki uşaq onundu. Mən də gəldim ki səndən. Bunlar yenə gəlib. Fırtə düşəndə... Salam, necəsiz? Sonra Buyurun, keçin. içirsən? Yox, sonra içerim. Siz soruşan yaxşıyıq.
Elə mən də onu deyirdim də. Deyirdim ki, könlün üstüne çox düşdüm o gün mən. Amma sonra da peşman oldum. Ev yox. Sonraki peşmançılıq fayda vermiş gördüğünüz gibi. Sözün düzüyle biz ikimiz de anıyıq. Adam qorxur da. Uşağını şər atarlar, nə bilim neyniyərlər. Həm də gəlmişəm deyim ki, biz o uşağa sahib çıxacağıq. Başka necə olmalıydı ki? Mənim uşağım değil ki, Turalındı da. Böyle bir minnətli qoyur bizə. Yəni həm də biz əvvəldən bilsəydik, Götüzdürəcəkdi öz. Amma yaxşı da. Gördün, çox yaxşıdır şükür Allah. Dincəlsin, biz gedək dincəlsin. yaxşı. Nəysə qızım, sən yat, dincəl, narahat olma içinəyə görə, yaxşı? Xəstəxananın xərclərinin hamısını həll eləyəcək. Ona görə narahat olma. Biz heç nəyə görə narahat deyilik. Gel, getdik. Narahat olmayın deyirik. Buna bax. Yox, mən ödəyəcəyim. Nədir? Düz deyirəm də. Amma yaxşı da. Elə bu zadəgandır, mən qaraçı. Ay, amma yaxşı da. Tahir? Nə əcəb? Gəl balam. Gəl. Danışmalıyıq. Əyləş. Əyləş danışaq. Necəsən? Belə də. Əslində bura Sevilə görə gəlmişəm. Ha. Məndən xahiş edir ki, gəlim səninlə danışım. Kəmranı qaytarasın evə. Əslində mənim sözümün sənin üçün o qədər də əhəmiyyəti yoxdur. Amma yenə də qıza görə narahat olun. Dedim özünə nəsə edər. Gəlim danışım səninlə. Yəni də özün bilirsən. Bu barədə mən düşündüm. Bugün deyəsən həddindən artıq reaksiya vermişəm. Mən Kəmranla danışaram bana. Yaxşı olar. Küsmüsən məndən? Mən balam birincisi sənin sözün məndən ötəri vacibdir. Əhəmiyyətlidir. Belə şeylər danışma. İkincisi də özün görürsən ki, aləm də bir-birini heç bilmirəm necəyik. İndi küsmək vaxtıdır bana. Bax, sən mənim ağıllı oğlumsan. Sən mənim həqiqi mənada ağıllı oğlumsan. İndi atayam. Ərk elədim, qurdum. Abdullah ilə danışmışam. Hələ ki qərarsızdır. O dəqiqədə sən pis olma da. O biraz ara sakitləşsin, mən bir də danışarım. Mənə ilə görüşməyə imkan vermir. Bilirəm, o biraz başqa təbiətli adamdır, bala. Bir şey olmamış o saat narahat olur. Qorxuram papa, qorxuram. Qorxuram ki, nişanı qaytaralar. Mənim balam, sənin atan ölmür ki, həll eləyərəm də. Sən belə şeyləri fikirləşməyib, çıxart beynindən. Nişanı qaytararam zad nədə? Səndən yaxşı oğul tapacaqdı qızına, ha?
Bu niyə gəldi ki yenə? Olar? Bayaq gəlmişdin də, nə istəyirsən? İndi niyə gəlmisən ki? Demək mənə bir məsələ narahat edir. Açıq ona görə gəlmişəm. Bildiyimə görə papa ilə danışmısan, bu xaricə getmə məsələsi ləğv olundu, düzdür? Biz də bu qənaətə gəldik ki, sizin istədikləriniz hamısı oldu, düzdür? Bundan sonra da anava deyərəm, ona deyərəm, buna deyərəm söhbətdə ləğv olundu. Düzdür? Gərək belə vəziyyət yaransın ki, atan normal qərar versin. Belə başa düşürəm Mətanət xanım, sizi rahat sala bilməyəcəyik də indi biz, hə? Yox, niyə rast sala bilmirsiniz ki? Atan əvvəldən qəbul etsəydi, belə vəziyyət yaranmazdı. Yenə deyirəm, indi problem həll olunduğuna görə mən rahat gedib öz həyatımla məşğul ola bilmirəm də, hə? Narahat olma Tural. Hər şey yaxşıdır. Gedə bilərsən. Eşitdin də qızım nə dedi? Get, narahat olma. Yaxşı, yaxşı. Əla. Onda mən gedim. Könül, nəsə lazım olsa mənə zəng eləyərsən, yaxşı? Yaxşı. Mətanət xanım, burada sizi nəsə qane eləməsə mənə deyə bilərsiniz. Yaxşı. Görüşərik. Sağ ol. Çox canfəşanlığa görə bu. Heç gözün su içmir. Amma yaxşı da. Düzdür, qız pis qız deyil. Amma məsəl var deyərlər ki, anası gəzən ağac, balası budaq-budaq gəzər. Mən bilmirəm, bilmirəm. Qorxuram ki, qızın axırı anasından da pis olar. Ay olmaz, məsələdir də deyirlər. Amma doğrudan da qız pis qıza oxşanır. Mən heç bilmirəm. Bunlarla necə dil tapacağım? Sən ya narahat olursan, hə? Tural deyir ki, özüm hər şeyi həll edəcəm. Qız da onsuz da çıxıb gedir də. Tural deyir də, Yaşar da sən də. Turalın dediyinə inanırsınız. Turalın bir balacağı olsaydı, bu boyda həngaməni açardı bizim başımıza. Gör bizi kimlərə caladı. Bir tərəfdən Turalın dərdi, o bir tərəfdən Sevilin dərdi. Öldürəcəklər onlar mənə deyəsən axırda. Nə olub eyni? Uşaq məsələsidir. Yox, nə uşaq məsələsi. Yaşar Kamranı qovdu evdən. Necə yəni qovdu, niyə? Bilmirəm, birdi, beşdi, hə? Hansının dərdini çəkim. Danışmıram, danışanda ürəyim partlayır. Tural bölməyə düşmüşdü. Sonra da məlum oldu ki, bütün hamısını o Kamran qurub. Yox, ayrı şey olar. Necə? Dava qırğın qopdu. Yaşar da dedi ki, bitdi. Mən qızımı bu adamdan boşatdıracağam. Doğrudan. Hər şey yerə bir üst-üstə gəlir. Bəs qız nə edəcəksən? Ağlımda bir şey var. Alo. Hə Tahir. Mənə neynirsən? Heç evdəyim. Sən nə edirsən? Çıxa bilirsən, hə? İndi papa görər axı. Evdədir atan. Hə, evdədir. Onda çıx da 5 dəqiqəlik. Üzvü görməsi olmasa, çox darıxmışam. Papa bilsə, Hardan biləcək? Məhlədəyəm. 5 dəqiqəlik. yaxşı, yaxşı, gözə çıxıram. Mama,
Olar mən məhəlləyə çıxım 5 dəqiqəlik. Tahir gəlib məni görmək istəyir. Məhəllədədir. Yox, bala, nə danışırsan? Atam bilsə ikimiz də öldürərik. Tanımırsan onu. Xahiş edirəm. Mən də darıxmışam. Gəl bax, ayıbdır məhəlləyə. Nə olar 5 dəqiqəlik. Söz verirəm, gecikməyəcəm. Nə olar mana, nə olar. 5 dəqiqəlik, narahat olma, problem çıxmayacaq. Yaxşı, get, amma atam bilsə ikimiz də öldürəcək, biləsən bunu. Yox, narahat olma, bilməyəcək. Yaxşı, 5 dəqiqə gəlir. 5 dəqiqə dedin ha. Yaxşı, yaxşı. Saata baxma. Yaxşı, narahat olma. Eşitdin? Yaxşı, yaxşı. Necəsən? Yaxşıyam, sən necəsən? Yaxşı. Nə yaxşı evdən çıxardın? Hə, Mehmetdən gücün icazə aldım 5 dəqiqəlik. 5 dəqiqədən sonra getməliyim. Neçə günü görməmişəm. Heç olmasa dönəcə baxım. Nə vaxta qədər bunu davam edəcəyəm? Sən ata razısanmın ki. Darıxmışdım. Mən də çox darıxmışam. Nə vəziyyətliyə düşmüşük biz. Mən yeni nişanlının üzünü gizlin-gizlin görməliyəm. Nə fikirləşirsən? Əslində ağlıma batır. Səncə getməliyəm? Deyirəm, səncə getməliyəm? Əslində mən bunlardan gözüm su içmir ki. Hardan bilirsən ki, sabah uşağı səni göstərəcəklər, göstərməyəcəklər. Eləyə bilərlər elə şey. Necə yəni? Elə beləcə. Pişin-pişinlə sən başı aladılar, oyanma, buyanma keçirlər. Uşaq olandan sonra da başı valladı bağlar əlinə. Nasıl? Elə şey eləyə bilərlər ki. Sən deyən olub, aparam səni ailənin içinə. İndi uyanma, buyanma keçirlər, salam, necəsən, nə var, nə yox. Uşaq da öyrənməyim mən sənin üçün. Sonra da ki, heç nə. Afir istəyilib uşaq alacaqlar əlini. Nə deyirsən? Gedim indi. Nəsə dəyişəcək ki? Əslində olan pullar da lazımdır bizim. 5 manat pul verəcəklər. Sonra deyəcəklər ki, uşağı satdı. Gözlərimə inana bilmirəm. Ya bunu deyəsən sən. Əslində mən Allah pul girirəm səni. Mən səni görə narahat. Buradan getmək lazımdır. Nə Turala deyirsən, nə də Yaşara. Heç kəs. Bilmirəm. Səncə səhv addım olmaz? Yox. Getmək lazımdır. Danışdım.
Çağırdı. Razılaşdılar. Oğul sən də. İnansan, bu 3-4 gündə qozaldım da mən, biləsən. Aha. Mamanı neyini? Diş dayanmayan odur. Mamanı da özün danışdı, da onu da mən danışım. Hə, hələ gör arvadım mənə keçən dəfə nə deyir? Deyir ki, o qızı gətir evə. Bunun dediyi sözə bax. Canım o Tural. O gün də mənə onu dedir. Gəl belə eləyək. Bu arvad dinclənməyəcək. Gəl mamaya deyək ki, gör bunlar getdilər xaricə. Başa düşdün? Bu sakitləşsin də, hə? Hə elə gəlir ki, o hamısından yaxşıdır. Vaxt keçər, unudar, başı başqa şeyə qarışar, hə? Ay sağ ol, hə. Yaşaram restoran sənətləridir. Yaxşı, ver bura, sonra baxalım. Salam Tural. Kamran otur. Sen burada ne yaşıyorsun ha? Bunun burada ne yaşıyor? Tural, saçdı. Burada işləyirəm də mən. Necə burada işləyir? Başa düşmədim. Ne baş verir? Bəlkə deyəsin mənə. Tural, sakit ol. Biz Kamranla danışdıq. Hər şeyi yoluna qoyduq, bir də belə səhvlər eləməyəcək. Sən qarışma. Necə mən qarışma? Hə? Nətə ya mən qarışma? Deyirəm ki, sən qarışma və salam. Mələk. Qızım çay gətir. Çay istəyirsən? Mən gətirim. Hanı qız? O gətirsin. Mələk... Mələk? Mələk, hanı qız? Mələk getdi. Hara? Çörək almağa göndərdim. İndi harda olsa gələr. Dolanırsan məni? Sənə demədim ki, qızı çölə buraxma. Çörək qutarmışdı. Göndərdim getdi də. Buradan marketdən alır da nə olacaq ki? Çox şey olacaq. Çörək lazım idi mənə deyərdin, gələndə alardın. Hara gedirsən? Qızı küçələrdən yığmağa. Mələk, tez evə gəl. Atan dalınca gəlir. Vallahi bizi öldürəcək. Sənə deməmişdim məndən icazəsiz çölə çıxma. Mama demişdi çörək almaq lazımdı. Ona görə çıxdım. Keç içəri. Keç. Qalan şeylərdə mən də özüm gezəcəm restorana, onların başının üstündə dayanacam. Yaxşı. Deyirəm necə üstsüz adamsan sən. Tural, mən Yaşar əmiyə söz vermişəm ki, səndən dalaşmayacam. Ha, sən kimsən hə məndən dalaşasan ha? Hə? Sən kişisən məndən dalaşasan. Tural, bəsdir sən canım. Hə, nə bəs deyir? Mənim üstümə adam göndərməyə, döydürmək istəyir. Məni güddürür, indi gətirib oturmursan məndən bunu qabaq-qabağa, deyirsən bəsdir. Ki, keçmişdə olan şeyləri yaddan çıxardaq da Tural. Biz indi mehriban olmalıyıq, ailə olmalıyıq, qardaş olmalıyıq. Nə ailə, nə ailə? Sən ailə bilirsən nədir? Hə? Sən ailən olub indiyənə kimi?
Sen Alkaş Nazım'ın oğlu dörsən ha? Tural bəsdir dedim də. Kamran, sən də gedib bə. Get, bizə birazdan gələcəyik. Ya hara yersən ha? Ha? Ya otur demirəm bəsdir də, qutar. Otur. Ha necə bu müdafiə edirsən səni? Nə oldu sənə? Hə? Nə sakit ol? Bunu təzədən niyə gətirdin, soxdun bizim ailəmizə? Ha, bircə dəqiqə sakit ol da, bircə dəqiqə. Yaxşı sakitəm. Mən nə eləyirəmsə də deməli bilirəm eləyirəm də. Nə bilirsən, sən nədir bunu niyə gətirmisən Ha bura? da, bilir, hər şeyi bilir. Bu köpək oğlu bilir də. Nə bilir? Könülü, uşağı, mənim könüllä olan münasibətimi. Bu gün səhər-səhərdə gətirib şəkili soxdu gözümə ki, bax, hər şeyi bilirəm, ha. Nə şəkili mən başa düşə bilmirəm. Hə, könlünün anası könüllä bizim şəklimizi çəkib. Göndəribdi bu əcılafa, atıb telefonda. Başa düşdün? Bu da gəlib mənə göstərir. Hə, əcılafdır da bu. Altdan mənə hədə qorxu gəlir ki, bax, bilirəm ha, gedib almaza deyərəm. İndi bu şantaj edəcək biz də susub oturacağıq, ha? Tural, bizə əlavə problem lazım deyil. Bu qələt eləyir. Mən əsas Sevilə görə narahatım. Bu günləri Tahiri göndərmişdi. Dedim cəhənnəm, ağzına bir-iki tikə turlayaram, səsini kəsər susar, sonra baxaq görək nə edirik də. Papa. Bu şərəfsiz indi bizi kuklak kimi oynadacaq, biz də mal kimi üzünə baxacağıq, ha bununla? Öldürərəm bunu ya, öldürərəm. Sakit dur lan, sən nə danışsan, sən? Sakit dur, özündən çıxma. Neyse. Ben gelin biraz hava alım, ürəyim sıxıldı. Qulaq as gör nə deyirəm. Tural. Kamranla işin olmasın, eşitsən məni? Çalışaram. Çalış. Qızım, sən nə vaxt gəldin? İşim var idi, biraz əvvəl gəlmişəm. Bəs sən haradaydın? Heç yatmışdım. Yemək yemişsən? İştahım yoxdur. Mənlə danışmısan? Yox qızım, danışmamışam. Axşam danışarım. Ufuldama. Gəl ki də biraz mənə kömək elə, yaxşı yemək bişirək, gəl. İstəmirəm Dana, başa düşmürsən, istəmirəm. Heç nə istəmirəm. Mən bilmirəm bunlarla nə edəcəm. Sen gittiğiniz abunəçiyə müvəqqəti olaraq zəng çatmış. Biraz sonra zəng... Bunun nömrəsini niyə zəng çatmır, başıma dönümsən? Bilən deyirəm, nəsə var, Tural, sən haradasan, mən səni görmürəm. Qalx yuxarı, hə, tez. Biraz tez ol. Tez. Könlüm telefonuna zəng çatmır. Niyə? Nə olub? Deyirəm, zəng çatmır mı? Mən nə bilim. Deyirəm, bir işi olar, nəsə.
Yox, nə olacaq, Bir şey olsa xala deyərdi də bizə. Sən bir solmaza yığ. Yığ dəqiqləşdir. Cəld ol. Ehtiyac yoxdur. Yığ deyirəm də Tural. Alo. Xala necəsən? Qulaq as. Bu könüldə zəng çatmır. Salamatçılıqdır orada. Yaxşı, yaxşı. Nə oldu, nə deyir? Deyirəm, baxım deyirəm. Narahat olmuyorum. Amma onun anasının nömrəsi var səndə. Yox. Tural, niyə götürmüsən ki, onun nömrəsini? Niyə eləmə onun anasının nömrəsini? Mazğını xarab edərsən bütün günü. Yaxşı da özün götür elə. Zəng gəlir, götür. Tez elə cavab ver. Tez ol da, tez. Hə, xala. Necə? Hara çıxıb? Çox. Nə deyir? Yaxşı. Gediblər. Yaxşı yığıram. Nə deyir? Deyir, çıxıblar. Hara? Bilmir. Bana bax. Tural, nətər yanı səndə? Belə nəzarət edirsən onlara? Mən nə bileyim, bayaq mən çıxanda oradaydılar da, yaxşı idi. Sən də oradan çıxma, da çıxma. Qalxın otur orada. Mənim üstümə nə düşmüsən, sən? Qəribə adamsan, sən də. Benim 24 saat yanında oturum mən. İndi gəlib evlərinə baxaram da, görüm evdə olar da, yəqin hara gedəcəklər. Tural. Daha mənə gəlmə. Gözlə. Yaşaram dedi ki, Kamran git yaşa, git yaşa Kamran. Özü dedi. Kamran. Ha, Özü dedi. Papası hə də öz dedi, dedik bağışlayıram səni, dedik bağışlayıram gedimi. Kamran. Hoş gelmişsin bala. Hoş güne gerek Almaz xala. Gözün aydın kızım. Sağ ol, necə dedi? Necə oldu? Danış görüm, necə oldu? Ay kız yaxşı imkan ver. Yəqin darıxıb hovuz üçün. Gəl sən mənə kömək elə. Gəl görüm. Ana imkan verdin, gəlib Kamran. Get kömək elə mamaya. Get. Sonra danışarıq. Nəsə istəyirsən, nəsə gətirim sənə. Meyvə doğra. Çoxlu meyvə doğra Sənə gətir. qurban olaram. Xaladellikdən gətir özdə soyuq olsun belə Yaxşı, qəşəng. baş üstə, baş üstə. Get. Kamran. Çox darıxmışdım sənin üçün, çox. Mən də darıxmışam. Sevil, mən də darıxmışam, inanırsan. İnanırsan, elə darıxmışam bu basen üçün, bu ev üçün, necə darıxmışam mən. Ay, çal. Dünya nə xoşbəxt adamdır. Tural. Dəqiq buradadılar. Nə bilim, görəcəyik də. Ha, sizsiz. Mətəl xanım, bu nə deməkdir? Bizə xəbər eləmədən xəstəxanadan niyə çıxırsınız? Başa düşmədim, sizdən icazə almalıydı. Tural demək istəyir ki, əgər xəstəxanadan çıxmaq istəyirsinizsə də, bizə xəbər eləyin, biz gələk çıxardaq da. Da özümüz çıxdıq da. Könül hardadır, necədir? Yaxşıdır? Yaxşıdır. Hardadır? Getdi könül. Necə getdi? Getdi də. Hara getdi? Getdi də. Dedi, daha sizə güvənmir. Pulunuza da ehtiyacımız yoxdur. Yox, biz sizlə söz danışmışdıq. Nətər yəni pula zada ehtiyacımız yoxdur, hə? Hara gedib könül? Yerini denən görüm. Ha, uşaq getdi də. Mən də gedəcəyim, burada qalmayacağım. Düz istəmir yanına gəlim, amma mən anayam. Uşağımın yanında olmalıyam, çətin anında.
Sən bizə ələ salmısan, ha? Necə getdi? Ağıllısınız siz? Nötər yanı yoxdur, ha? Ya dünən uşağısan, xoruzdanma üstümə. Dedim ki, getdi. Bundan sonra özümüz bilərik, neyniyərik. Bizim işimizə qarışmayın. Hər şeydə yaxşı bilirik. Siz ne elədiyinizi bilmirsiniz. Sonra peşman olacaksınız. Başqa sözün? Daha deyiləcək sözüm qalmadı. Xudahafiz. Bu kız niye demeden getdi axı? Getdi də. Səbəb lazım deyildi. Laf yaxşı, çıxsın, getsin. Kimdir? Mamadır. Yaxşı da, narahat olma da. Qızdır da, yəqin tək qalmaq istəyir. Bunlar nəsə planlaşdırır. Yox, nə planlaşdıracaqlar? Belə geyib axırı zəbə danışmadın. Demədin qəbul elə. Üstədiklər bu dördü. Öpsü da. Bilmirəm. Bax. Deyəcəm ki, mamadan qorxublar, o da döyür. Niyə? Çünki axırı zəfər mehriban danışıb bunlarla. Maman dəqiq təhdid falan eləmədin. Yox, əksinə xoş danışdı bunlarla. Bəs mən də elə onu deyirəm də. Gedib də, boş ver də. İndi uşaqla qaydanda deyəcəm. Mamadır götürün. Cavab ver gör nə deyir də. Hə, mama. Biz, çalışarıq. Yaxşı, narahat olma. Davam. Nə deyir? İşin Almaz xanımdır da, bilmirsən. Yenə haqqa verib deyir, axşam yeməyini hamımız bir yerdə yeyək. Tez gəlin. Bunlar nəsə planlaşdırır. Tural. Nəysə, ürəyimi sıxma. Gedək. Gəl. Bilmiyorum. Tural. Çok sağ ol, çok sağ ol. Bilirdim ki sen Kamran'a bağışlayacaksın. Keçin görün. Gelin. Keçin süfrənin arxasına. Harda qalmışdınız, hə? Dedim də işdə problem vardı, ona görə gecikdik. Siz gelmemiş Almaz xala koymadı süfrəyə el vuraq. Acısından öldü ya. Hə. Mən indi gedirəm, amma birazdan qayıdacağam. Mən gəlinə kimi əlinizi heç nəyə vurmayın. Yaxşı? Gözləyin məni. Öldü mü? Kesin başım. Yox, Sonra düşəcəklər üstümə, nəsə səhv çıxardacaqlar. Evdən qovarlar. Bənim dilin yaman uzanır ha. Dil deyilmə sənə. Hələ arasıdır. O dilvi kəsərəm ağlım başıma Tural. gəlir. Bəsdir də, qutar söhbəti.
Hə. Bax indi yeməyə başlaya bilərik, amma bir dəqiqə. Gəl qızım, gəl. Gəl bura. Qızım, bax. Gəl sən bizim evimizdə yaşa. Heç nədən də qorxma. Sənə bir adam bir kəlmə söz deyə bilməz. Sənin bətinə mənim nəvəm yaşayır. İstəyirəm ki, gözümün qabağında olasınız. Həm də Turalın da sənə münasibəti yavaş-yavaş dəyişər. Hı? Bugündən könül bizlə bir yerdə yaşayacaq. Hı? Elə bil ki, öz evindəsən, yaxşı? Bax, öz evində necə rahat olursan, burada da elə rahat ol. Bilirəm, içində biraz qorxu var. Amma inan ki, ən düzgün seçim elədin. Düz qərar vermişsən. Hər şey yaxşı olacaq. Hər ehtimala qarşı mən qapını bağlayacağam. Nəsə bir şey lazım olsa, o dəqiqə mənə zəng elə. Yaxşı? Gel kızım, gel.